Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun, videoları bəyənin. Kanalın aktivliyi sizdən asılıdır. Bugün sizə qısa şəkildə reaktans reaksiya haqqında məlumat verəcəm. Reaktans reaksiya anlayışı insanların onlara verilən təzyiqlər və ya məhdudiyyətlərə qarşı göstərdikləri müqavimət və qarşıdurma davranışını təsvir edir. Yəni bir insanın azadlığını və seçimlərini məhdudlaşdırdıqda, o, bu məhdudiyyətlərə qarşı bir növ təbii müqavimət göstərir. Reaktansın aydınlaşdırılması. Reaktans əsasən psixoloji bir vəziyyət olaraq insanların azadlıqlarını itirməyə və ya seçimlərinin məhdudlaşdırılmasına qarşı çıxmasıdır. Qadağalar və tövsiyələr. Bir valideyn uşağına bu oyuncağı alma deməsi uşağın o oyuncağa olan marağını artırır. Bu vəziyyət uşağın reaktans reaksiya verməsidir. Yəni uşaq ona qadağan olunan şeyi daha çox istəyir. Reaktans psixologiyanın əsasını azadlıq və seçim prinsipi təşkil edir. İnsanlar öz seçimlərinə və azadlıqlarına çox dəyər verirlər. Buna görə də bu azadlıqlar məhdudlaşdırıldıqda insanlarda öz seçimlərini geri almaq və ya daha çox azadlıq əldə etmək istəyini tətikləmiş olur. Reaktansın iki növü var: fiziki reaktans və psixoloji reaktans. Fiziki reaktans bir insanın fiziki olaraq bir şeyə qarşı mübarizə aparmasıdır. Məsələn, bağlanmış bir qapını açmağa çalışması. Psixoloji reaktans bu daha çox insanların öz daxili dünyalarında azadlıqlarına qarşı edilən təzyiqlərə verdikləri reaksiya ilə bağlıdır. Məsələn, insanlara bir şeyin qadağan edilməsi onları daha çox istəməyə zövq edir.